Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Yol TV-dən sizin xidmətinizdəyik bir yeni proqramla. Bu proqram həsr olunur Cənab Ağay Şəriət Mədariyə. Biz dünənləri Ağay Şəriət Mədarı ilə proqramımızı aparacaqdıq. Təəssüflə Ağay Şəriət Mədarının nə iş qabağına gəldisə, mümkün olmadı biz müsahibəmizi qabağa aparaq. Amma bu günləri xidmətindəyik. Mən suallarımı soruşacağım və bu günləri iki mehvərdə biz danışacağıq. Bu mehvər budur ki, İranda hələm elə bu maşənin ilk addımında mərdumun səsini biz eşidirik və doların sürətlə qabağa getmək və hansı faciələr baş verəcək bu camiədə və verir, bundan danışacağıq. İkinci konumuz elə gündəm bizim mövzumuz Quruhay siyasinin birləşməsi və federalçı qrupların nə şəkildə qabağa gedib və nə işlər və nə planlar qabaqlarında var, o haqda danışacağıq. Ağay Şəriət Mədarı, xoş gəlibsiniz, lütf eləyibsiniz, elə zəhmət çəkib gəlibsiniz və xidmətinizdə olacaq bu iki konu ilə. Xahiş edirəm, salamlaşın. Ben de selam ederim sizin xidmətinizə, hamı sizin həmkarlar və dostlara və əziz və maraqlı bu bərnaməni görənlər və eşidənlər. Bəli, Ağay Şəriət Mədarı, ərz elədim, iki konuda bu günlər danışacaq. Əvvəlinci konumuz İranda bu faciə ki baş verir. Əgər hələ müharibə, ikinci müharibə baş verməyibdi ki, səslər, sədalar eşidirik, davadan, dərmandan, qıtlıqdan, hətta yeməyin sürətlə bahalanmağı. Bax, bu necə olur? Bu siyasət hara gedib çıxacaq? Bax, bu haqda xahiş edirəm, bir tozih verin. Baxın, Ağay Əraqçı da Amerikada bir cələsəki qoymuşdu. Bu İran orada deyibdi ki, bir cür qandırıbdı ki, bizim səlahımız buydu ki, Amerika ilə danışaq və Avropa ilə danışaq. Bu, Ağay Xameneyidir ki, mane oldu və qoymadı. Yəni, dövlətin və hökumətin öz içində də hamısı bilir ki, mane əsli Xameneyidir və yolu da bir əqlani və düz yol deyil. Hətta rejimin səlahına deyil. Nə millətin səlahınadır, bu tüz o məhdud yerlərdir ki, nə millətin səlahınadır, nə rejimin səlahına. Amma bu kişinin ləcbazlığı və heç fikrlə və heç konseptlə bixud dayanmağı məmləkəti çox pis vəzə aparır. Bilirsiniz, bu esnəbbək ya maşənin təhrimləri şamili hətta çapı iskinas olar. Yəni bizim iskinasımız ki Pakistanda çap olurdu. Orağını Suisdən və Almandan gətirirdilər. İndi nə Pakistan çap eləyə biləcək və nə Suis ilə Alman kağız verəcək bu işə. Yəni o yerə can məziyyədədirlər. Bankı mərkəzi təhrimi kamildə, bahlar təhrimi kamildə. İskinas sapolanmayacaq, nəft satılanmayacaq. Nəfti mümkündür bu yandan, o yandan bir miqdar Hindidən, Çindən istəyələ, məsələn, görsədələ ki, biz Amerika və Avropanın təhrimlərindən təbəiyyət eləmirik, alala. Amma əvvələn çox ucuz, saniyən çox az bu işi görəcəklər və hərdən bir. Dər nəticə mənabə, dərəmət be şiddət azalacaq, təvəzzüm çoxalacaq, bekarlıq bundan da çoxalacaq. Bəlkə ki, bir iddia ziyadi işləri bundandır ki, məsələn, gəlirdilər, ril qoyurdular, pulun YouTube-dan alırdılar. Bu cavanlar bu taza şoğullardan tapmışdı da. Bunlar əgər bağlansa Allah eləməmiş, bunlar qədəm be qədəm mümkün də ola. Bir yerdə olmaz. Amma bilirsiniz, neçə bir cavan şoğulunu əldən verəcəkdir ki, bu cür şeylərdən özünə şoğlu düzəltmişdi. Ayda $800, $1000, $2000 dərəmət çıxadırdı bu cür işlərdən. Bir bazar düzəltmişdi özünə. Məsələn, yazırdı ki, gəlin sizə məsələn
kompüterlə eləməyə, ya huş məsnui ilə belə eləməyə öyrədim və tədadı müraciəin YouTube'dan pul alırdı. Bunlar hamısı hətta bu səthdə kəsiləcək. Əmlak elə indi ki, indi sizinlə danışırıq, deyirlər Tehranda 30-40% böyük əmlak qiyməti yenibdir, çoxlu satan var, belən ki, məmləkətdən sərmayə çıxadır, özü çıxır, amma alan yoxdur. Əmlak rakid, qiymətlər aşağı, bekarlıq çox və təvəzzüm nöqtə və nöqtəyə məvad qəzai bəd az Zimbabwe dünyada əvvəldir. Yəni məvad qəzai çörəkdir, nə midanam ardıdır, toyuqdur, yağdır, ləpədir, düyüdür, bu cür şeylər. Bunların təvəzzümü qahən 80%-dən 90%-dən yuxarıdır. در az bir ay. Və odur ki, bunlar nədbətdə aralarında müxalifət də tapılır bu yana o yana. Amma hələ o şəxsiyyəti ki, dayansın möhkəm və bir də onun dövrəsinə yığışsın və özünün vəznib daxili bu nizam bir cür olsun ki, desin bir mən bir Xameneyi onun qabağında dursun. Bu rejimdə nə vardır, nə qabili təsəvvürdür olacaq ki, bilirik. Xarici bunlarda opozisyon əlləşir, amma xub buzurgtərin maneyi həqiqət səltənət tələblərdir ki, bəlli deyil, nə dərəxtə toxurlar, nə iş görürlər, vəli ümidvarım ki, Cumhurixah opozisyon eləyə bilsin, öz ələyağını yığsın, federalistlər və qeyri-federalistlər eləyə bilsinlər, bahəm həmkarlıq eləsinlər, tayin ki, xalq bir daha nöqtə qüvvət tapsın və bəlkə eləyə bilək o vəzdən nizat tapaq. Çox sağ olun, təşəkkür edirəm ki, çox gözəl açıqladınız. Amma bu hakimiyyət heç cürə dünya ilə mümaşata gedə bilmir və qətən bir toqquşma olar. Əgər müharibə olsa, bir dava baş versə, nə olacaq? Bu vəziyyət hara gedib çıxacaq? Bəli, baxın, bu dəfə müharibə əvvələn bir bahanəyə müntəzirdir. Bəli ki, indi 407 kilo uranyumu gəniş südəni eləyiblə yavaş-yavaş dildən dilə 150 kilo. Ki, əgər İran istəyə də təhvil verə, deyərlər ki, o 50 kilosu nə oldu, o 45 kilosu, 43 kilosu nə oldu? در صورتی ki, deyirlər 407 kilodur. İndi hər kəs bir şey qoyub üstünə, əxbarda zadda deyirlər 450 kilo. Bu, yəni beduni qəsd deyil. Demişdi ki, inəcura bəhanə besiyar است. Bir yerdə istəyirlər bir bahana tapalar və həmlə eləyərlər. İran be mücərrədir ki, bunu verməyə. Bu bir aydakı vaxtı var. Ya bundan istifadə eləyə برای ساخت بمب اتم یا کلاهک هسته‌ای بلافاصله İsrail həmlə eləyəcək, mümkündür əvvəli bu cür başlanar ki, böyük səran rejimi öldürə, sonra həmləyə vay eləyə, Amerika da püştibanlıq eləyəcək və bu dəfə bəyiddə Avropa da girişə. Eyni Qəzzafının qəziyyəsi ki, Avropalılar kürəkdən girişdilər, bələn ki, nəft qəziyyəsi vardı. İndi Avropalılar üçün bu esnəbbəki, bu mekanizmi müaşəni özləri gətiriblər. Özləri bətər davtələbdirlər ki, bir dava oldu, onların da müşarikəti olsun. Odur ki, bəyid deyil, onlar da və der nəticə çox çətin olacaq İrana və xüsus Cumhur İslamının indi nə pulu dəstəstə var və nə indi eləyə bilər ki, muşəksazlıqda zadda qabaq dəfə təkin əli açıq olar. Quruhay niyabətiyə də pul yetirənmir. Xub, bu həmlələr bu rejimi çox zəif eləyəcək. Çox adamlar soruşurlar ki, xub bir rejim getməz madami ki, fəqət havadan həmlə olur, zəifləşər.
نیروی زمینی لازمdır. Mümkündür. Bilmirik. Mümkündür gedələ danışala məntəqəyi niruların biri ilə ya neçəsi ilə ki, onlar da niru varid eləyə. Yəni o həddə mümkündür yetişə. Və məmləkətin mənafeyi xətərdədir, kiyanə xətərdədir, əsli xətərdədir. Xameneyi Hərzadə, yəni o Moğol ləşkəri təkin ki, vaxtı bir yerdən gedərdi, yanıq yer qoyardı, bunlar da yanıq yer qoyurlar. Bir şey qalmır. Və ümidvaram ki, qəbləz bu şərriləri azala və millətdə bir himmət ola, opozisyonda bir qeyrət ola, vəzifəşünaslıq ola, etimad yarana və eləyə bilək ki, bu vəziyyətin arasından ki, hər yerdən ki, dönsən yenə zərərin hər yerindən dönsən mənfəətdir, yenə başda ondan ki, bu iş axirə yetişə və çiyan məmləkət xətərdə ola. Ümidvarım ki, o mərhələyə yetişmiyor. Ağa, Amerikadan o soğuqtürəsan deyirlər. Yəni yanacaq, göydə yanacaq verən o uçarları gedibdir Xavərmiyanəyə. Biri də deyirlər Payqahayı İsrailə gedəcək, biri də deyir ki, NATO-ya gedir. Hələ məlum deyil məqsədi haradır. Bax, bundan hədəf nədir? Deyirlər ki, Amerika ehtimalən... Xavərmiyanədə dava bir deyil ki, həm NATO'nun davası var indi Ruslarla, Ukraynın davası var Ruslarla, Gəzdə məsələsi var, İran məsələsi var, Husiləri vurmaq var, çox şeylər vardı. Hizbullahla dava mümkündür başlana, çox xəlq silaha təm vermir. Bənabərin Amerikanın getməyi məmulən istər bir zərbişəst görsə də, bəzi vaxtda çox az fasilə ilə bir hərbi başlanar. İndi bilmirik hansıdır. Ehtimali bu ki, bə hər surət dava İranla başlana vardı, amma ittilatımız çox azdır, izhar əqidə çətindir. Amma bə hər surət bunu bilirik ki, bir bahanəyə müntəzirdirlər və bu bahananı biləxərə bu vəz'lə ki, İranda danışırlar və deyirlər və rəftar edirlər, tezliklə bunların əlinə verəcəklər. Aya, İranın nəzərinizə təvanı vardı ki, Amerikanın ya NATO'nun ya hətta İsrailin qarşısında dura? Nə xeyr, onlar fəqət fikir edir ki, bizi vurarlar, biz yenə zəif qallıq ta Trump'ın vaxtı qutular. Netanyahu da vəzi doğru ki, gedə hər zadı möcüzəyə bağlayıblar. Deyirlər, o gedər, o da aradan gedər, biz qallıq. O cür hava hesablar edirlər. Fikr eləmirlər ki, bunlar da o deyil ki, gəplən vardı. Əgər də qalırlar, bir nəşiləri qalıb. Yəni, indi bir sistem İranda qalıb ki, təsmimciliği qeyri-mümkündür. Bu təsmimə nə bir münsəcim irtibatları var. Rəhbərləri gedib 90 metr zəmin girlənib. Heç bəlli də nə cür bəqiyə ilə irtibatı var. Bəqiyə də hələ öz sözünü danışır. Dünya da hətta yol vermir. Sazman-ı Miləldə gedib danışalar. Danışanda da 7 nəfərlə 10 nəfər, 15 nəfər oturur və durur gedir. Bu bunların o təsmimcili vəzirləridir. Pul yox, irtibat yox, viza bilələrinə heç yer vermir və ərzı və xidmət niruhay niyabəti aradan gedib. Pul verməsən elə olar ki, indiyəcən dostluğu düşmən olacaq. Bu vəziyyətdədirlər. Amma Xameneyi ləcuzanə deyir, elə o sözü ki demişəm, təkrar eləyəcəm, vəli o ki aradan gedəm. Bu vəziyyətdir. İndi ha vaxt təslim olacaq ya olmayacaq. Aradan gedəcək ya getməyəcək. Müxalifət bu rejimdə bir yerə yetişəcəkdir ki, onu qoyala kənara ya yox. Heç biri bəlli deyil. Millət bir namütəyyən vəzidədir və bu biayəndəlik və ədəm məlumat ayəndiyə xalqı vaqəən aradan aparır. Bəli, tam düzdür, bila təklif. Məxsusən hətta İrana nə musafir, uçarla nə musafir girə bilər, nə çıxa bilər.
Bəli. Bu vəziyyətdə bu millət nə ayıracaq? Bu e, həqiqətən çox belə çətindir. Hətta 100 Bəli, Sürət əlimizdən bir iş gəlmir, ürəyimiz çox yanır və ümidvaram ki, bəlkə oradan ki başarıq, eləyə bilək opozisyonu bir yerə yığaq və ayəndədə mənşəyi bir seri əsərat ola bilər. ağa içəri kaş müttəhid bizim bir dənə opozisyonumuz olaydı ki, içəri eləyə biləydi, hətta dava-dərman məvad qəzayı alıb göndərə biləydilər. Hətta xeyriyyələrdən dünyada istifadə eləyib milləti o ac vəziyyətində onları himayət eləyirdi. Bax, bu iş imkanpəzirdirmi? Bəli, əgər bir dənə mötəbər opozisyon olsaydı, خب indi dünyada tərəf xitab نیروهای siyasi dünya olardı. Nə o cür ki Rıza Pəhləvi gedir bunun onun qoltuğuna və dəst nişanda olur. Bəlkə abirumən şəkildə bir نیروی ki gələydilə sazmanı miləldə çağırıydılə biləsin ki, gə izhar nəzər elə, gə sözləri danış. O vəziyyətdə və dünya üstündə hesab görəydi. Onda mümkündür ki, bu opozisyon çox işlər görə bilər, kömək eləyir. Mütəəssifanə biləxərə gec tərpəşilib, çox təqsirlər bu arada var, amma indi təqsirlərdən danışmaq vaxtı deyil. İndi əlimizi bir-birimizə verək və fikrimizi işlədək, etimad yaradaq beyni özümüz və millət və oradan ki başarıq mənşəyi bir xədəmat və bir asari olaq ki, məmləkət oradan ki mümkündür azlıq zərər edilsin. Bax, bir vəziyyətdə ki cumhuriyyətçilər üç yerə, əlbəttə millət üç yerə bölünübdür. Bir iddəsi səltənət tələb, bir iddəsi cumhuri xahan federal, bir iddəsi də məxsus özlərinə aid bir ideoloji ilə bir yerə toplanıblar. Siz bax bu üçün necə ərziyab edirsiniz? Eşitməm, nə mənə buyurdunuz axirində? Bir ideoloji ilə bir xas cumhuriyyəti təbliğ edirlər. Üçüncüsü. Bəli, baxın, o indi çox şeylərdən gərək geçmək. İndi o vəziyyət səltənət tələblərlə ona xatir eləyənmirik. Əgər bir aqil niro olaydı, qəbul eləyəydi ki, məmləkətdə bir etniki var, onların da hüququ var. Onlar da elə o cür haqlar vardı ki, bəqiyyənin var. İndi bir zamanı da hətta ondan da gərək vazgeçəydik və həmkarlıq eləyəydik, onlar da gələydik. Mütəəssifanə onlar da bir ideoloji sabıdırlar ki, deyirlər ya biz, ya bəqiyyə. Bəqiyyəni məsələ və qeyri-xudi bilirlər. Əslən hesaba qoymurlar. Və yavaş-yavaş pərçəmi savakı gətirirlər. Təzahüratlarında savakın pərçəmin gətirib coğlan verirlər, iftixar edirlər. Və yəni deyirlər ki, bunlar muzdurdur, bunlar pəncavaflıdır, bunlar belədir, bunlar elədir. Və sözlərindən qan iyi gəlir. Yəni intiqamcılıq iyi gəlir. Məmləkətin mənafeyinin iyi gəlmir. Amma cumhuriyetlərdə belə deyil. Onlar da ki, cumhuriyyətdən danışırlar, demokrat adamlardılar. Federalizmi qəbulları yoxdur. Dünyada çox demokrat adam var ki, federalizmi qəbullu yoxdur. Bunlar da onlardan. Biz həmkarlıq eləyə bilirik. Onun yolu budur ki, demişdi sən mənim körlüğümü demə, mən də sənin keçərliyini. Feylən, o bizim federalizmi qəbul eləmir, biz də onun qeyri-federalizmini. Bundan söhbət eləməyək, ta növbət yetişsin məclisi müəssisəsinə orada təyini təklif olsun. Bu mərhələdə bər əsası iştirakat bağım həmkarlıq eləyək. İndi belə bir gündür. İqtizai bu gün budur. Geçsək rizəkarlıqlara və sən bunu dedin, mən bunu dedim, sən bunu istədin, mən bunu istədim, işin əsli yerdə qalar.
Biz indi nə iş görməliyik ki? Bax, bir-birimizi necə rəsmiyyətə tanıyaq ki, yəni demokrasinin ərkanından biri budur ki, mən sənin fikrini necə düşünürsən, səni o cür qəbul edeyim, siz də mən necə düşünürəm, məni o cür qəbul edin. Biz ki, demokrasiya etiqadımız var, niyə bir-birimizi rəsmiyyətə tanıyıb və bir masanın başında oturub danışmırıq bu milletin taleyi üçün, bu milletin nəcatı üçün. Bəli, baxın, hər iki tərəf yolu buydu indiyəcən ki, otursun, o birisini münazirə eləsin, rüsva eləsin, ya qane eləsin ki, mən deyən düzdür. Hamımızın yolumuz buydu da, rudərvaslıq ki, yoxdur. Hər nədə bu yol şikəstinə müvacih olurdu, peşman olmurdu. Yəni deyirdik bəs ki, bizim o yolumuzun haqqaniyyəti bunda görsədər ki, tərəfi sikkəyi yekbul eləyək, rüsva eləyək. Deyək, sən deyənlər havadır, mən deyənlər düzdür. Bəhs-hay bir intiha. 45 il bəhs. 45 il binəticə bəhs. Və otaqların altında və kiçik mühitlərdə vaxt tələf eləmək, milyonlar xərc müsafirət haibi xud eləmək opozisiyonu işdən qoyubdur. Bunun əvəzi sadə qəbul eləyə bilərdi ki, sən də varsan, mən də varam. Məsələn, həmək demokrasılar. Nə sən deyən hamı həqiqətdir, nə mən deyən. Dünyada sən deyəndən də çoxdur, mən deyəndən də çoxdur. Nə mən deyənlə dünya behişdə olacaq, nə sən deyənlə. Gəbahəm həmkarlıq eləyək, gedək qabağa, ta bəlkə bir qədəm milləti rifaha və xoşbəxtlığa və demokrasi yaxınladaq. Bir qədəm. Elə bir qədəm də böyük qədəmdir. Biz əvəzin ki, bu vaqiyə giralığımız ola, o tamamiyyət xahlıqdan, nəfs-pərəstlikdən, bundan ki, mən deyən düzdür, o birisi deyən 100% gələtdir, mən deyən də 100% düzdür. 45 il ömrümüzü bu ərzişli ömrü tələf eləmişik. Bu ərzişli ömrü ki, hər dəqiqəsində bir aləmə iş görə bilərdik, sərf eləmişik buna ki, sən belə dedin, mən belə dedim, mən belə dedim, sən belə dedin. Və illər buna bir nəticə sərf olub. Ha vaxt peşman olacaq, mən bilmirəm. Və hər surət bir iddiy kəsir indi onu düşünüb, peşman olub və istir baxım həmkarlıq eləyə. Ümidvarım bəqiyyə də bu mərhələdən keçə və bülə ki, yol bu deyil. Sən 5-6 nəfər özüvə tərəfdar tapdın, 100 nəfər tərəfdar tapdın, 85 milyonda 100 nəfər bir şey deyil. Ki ona məğrur olasan və bəqiyyəni deyəsən ki, hesabda deyirlər. Hər bir adam İranda bir dana İranlıdır və hesabdadır. Bir dana Azərbaycanlıdır, bir dana Kürdüdür, bir dana Lordur, bir dana Ərəbdir, bir dana Bəlusdur, bir dana Mazənidir, Xorasanıdır. Və hüquq müsavi hesabdadır. Gərək əhəmmiyyət verək və rəsmiyyətlə tanıyaq, təşkilatı da gərək rəsmiyyətlə tanıyaq. Hər 10 nəfəri, 100 nəfəri, 1000 nəfəri ki, dörə həm yığışırlar, hər ünvanına. Biləxərə bir sözləri var demağa. Gərək o sözlərə adam qulaq verə, onları rəsmiyyətlə tanıya, onlarla bir növ irtibat qura ki, sabah demokrasi ki, istədi qurula, onların nümayəndəsi parlamenda bahəm oturacaqlar, bahəm dadisitətləri ola bilsin, qanun qoya bilsin. Bu düşmənliklərlə, bu idavətlərlə, bu xudxahlıqlarla demokrasi vücuda gəlməz ki. Bu, o dərsidir ki, biz gərək tarixdən alaq. Mən dünən müsahibəmdə dedim, baxın, bu tarix bizə barha dedi ki, Nasrəddin Şahı öldürdünüz, qanmadınız ki, səltənətin vaxtı qutulub. Məhəmməd Əli Şahı yolladınız Rusiyyəyə, qanmadınız. Əhməd Şahı Parisə, qanmadınız. Rıza Şah təbid oldu, cinə qanmadınız. Cinə bir dana müstəbid yerinə gətirdiniz. Şah da getdi, cinə qanmadınız. Vəliyev fəqi gəldi, indi 90 metri zəmindir. Bu da gedəcək.
gərək bir dəfə qanasız ki, mən tarix sizə barha deyirəm ki, bu istibdadın və səltənətin vaxtı müngəzidir. Düzdür. Hey birini aparıb birini gətirməklə məsələ həll olmaz. Məmləkət aradan gedər. Bir dəfə bu beyinləri dəyişin və qəbul eləyin ki, bəqiyə də sizdən haqqı var. Oturun, bahəm qərar qoyun, hökumət yaradın. Hökuməti şəhərvəndilər yaradar. Bu təşkilatlar yaradar ki, hərənsinin bir sözü var deməyə. Və bunlara gərək ərziş qail olmaq. Hər vaxt ki, biz qəbul eləyək ki, hökumət bir şeydir ki, o əşhada yaranar. Üstdən Allah bir adam yollamaz ki, onun dövrəsinə yığışasan, onda bu məmləkət düzələcək. Amma mütəəssifanə, hələ bəzi beynilərdə birdən görürsən, səcdə edir Rıza Pəhləviyə. Deyir, bəs ki, o bir adamdır ki, onun tayı tapılmaz. Bu əfqar gərək bu məmləkətdə tədil ola. Düzələ bizim əziz həmvətənlər də qanmır, düşünmür. Biləxərə həmvətəndir. Gərək ölgəşə ki, demokrasının ayrı hökmü var. Hökmü budur ki, sən özün öz şahınsan, özün öz müdirinsən, özün öz hökumətinsən. Sən gərək bu hökuməti qurasan. Əgər bunu qandıq, məmləkət düzələcək. Və ümidvaram ki, cavanlar ki, indi gəlib, mən deyərəm, Sizən in şəhvəndən şəhriyaran xişən. Bunlar öz şəhriyatlarıdırlar, indi mütəvəllid olublar. Da nə rəiyyətdirlər, nə ümmətdirlər. Bunların fişarı yavaş-yavaş bizim nəsillərimizi başa salır ki, o dövrə qutulub, gərək bir ayrı eynəklə camiyə baxaq. Ümidvaram hamı tezliklə bu şeyləri düşünsün, camiədən dərs alsın, tarixdən dərs alsın və məmləkət nicat tapsın. Bəli, tam doğrudur. Hər camiənin, məxsusən demokratik camiələrin o taleyi sandıqlarda müşəxəs olur. Müraciə eləyir. Mən sizdən vuruşam, siz tamamı quruhay siyasi ki İranda vardı, bir-birinə vuruşmaq, axirin yolu budur ki, sənduqa müraciə eləyib, deyəsən, ağa, mən sənin fikrini qəbul edirəm və məxsusən bu həssas məqtədə ki, bir dənə diktator hakimiyyətdən bir əlbəyaxı yox və bu milləti qətliam eləyir. Qətliam 1360, 1367, ondan sonra hətta məhsa zamanı millətin o demokratik beqoğlu şuarlarla ki gəlmişdilər xiyabana, milləti gözlərin o saçma güllələrlə cad elədilər. Hətta axırdadır, yox biz deyirik, hətta qəbul eləmir ki, biz bunu eləmişik. Bax, belə bir vəziyyətdə bizim çıxış yolumuz nə nədir? Bir-birimizi qəbul eləmək. Əl-ələ verib zad. Bundan sonra ay mühəndis, nə bizim zadımız vardı, yolumuz vardı? Bəli, baxın, əsli budur ki, birini niyə gərək ora yendirəsən, ora mindirəsən ki, onun yendirməyi bir belə mükafatı ola, bir belə ölüm verəsən, bir belə məmləkət aradan gedə. Bu fikri o zaman elə deyər müsəlmanın sonki əqli. Bunu o zaman elə ki, bunu o üstə istən yendirəsən. Hey rejə gedib Cavid filan, Cavid Behman demə. Məmləkətə ərziş qail ol. Məmləkətin idarəsinə ərziş qail ol. Maraqlı adamlara meydan ver. Demokrasi qəvaidə pabənd ol. İnsaniyyətə pabənd ol. Bəxti bu iştibahları gördün, birinin əksini ayda gördün, birini də dedim, bəs ki, gedib Netanyahu'nun koltuğuna sabah gələcək, elə nəticəsi bu olar. Gərək səxtgir olmaq, niyə? Xüsusi zindəcanlığınızda 5 kağ xəşləmağa 7 dəfə çökkə salırsınız. Amma xalqın cibindən birdən birini rəhbər eləyib o üstə aparırsınız, heç məsuliyyət hiss eləmirsiniz. Əgər bizim xalq 10% o hesab kitabı ki, maaşına, evinə, zindəcanlığına eləyir,
oza umumiyə eləyə, siyasət eləyə, heç vaxt bu musibətlər bizə müstəli olmur. Biməsuliyyətlik, hayla getmək, hayla gəlmək, ehsasatla bu tərəfə çönmək, o tərəfə çönmək, fürsət tələbliğinə bunun məcizini demək, onun ərzı və xidməti ki, əlini öpmək, nəticəsi budur ki, görürük. Gərək dərs alaq bundan sonra bu işləri cəmaət görməyə. Gərək bir xalq dərs ala və hər kəs öz mövqeyiyyətində özünə bir şəxsiyyət qail ola və bixud bu adamları ki, heç ərzişləri yoxdur, bu yekə məqamlara icazə verməyəcəklər. Bəli, ay mühəndis, 1919-dan sonra biz istemarın əlin həmişə o sistemi hökuməti İranda və orada yıxılmağın və dirəltməyin və hətta məsələn Məhəmməd Rzanın zada namə yazmağın, müttəhidinə namə yazmağın, müttəfiqinə namə yazmağın ki biz bəli, mənim şahlığım nə cür oldu və bunlar o özgədən imdad alıblar və hökumətə yetişibdilər. İndi ona görə bir iddə İranda bu nəticəyə yetişibdir ki, istemarlar həmişə bizim hökumətimizi şəkil verib və ona rəng-ruh veriblər. Bax, siz necə bunu düşünürsünüz? Axı, baxın, bu istemar fəqət bizə ki deyil, hər yerdə varmış da. Oradakı xalq ayıqdır. Məsələn, elə lap Türkiyənin bizimlə vəzirinin fərqini bilin. Görün, niyə onların başına bu gəlməyibdir? Düz o zaman ki, Osmanlılar ayaqdan düşdü, Qacariyə də ayaqdan düşdü. Düzdür. Onlara Atatürk gəldi, bizə Rza Şah. Niyə onlarınki oldu bu ki, indi var, bizimki oldu vilayət fərqi? Elə ikisində də istemar vardı da, onları ki, istemar parça-parça elədi Osmanlını. Osmanlını təbdil elədi, bir 9-10 dana məmləkətə hətta gəl. Bizdə ki, ayırmadılar bir şeyi. Pəs niyə biz bu günə qoyduq? Pəs hamısın istemar boynuna salanmalıq, o düzdür, vardı. Amma özümüzü də gərək görək bu arada. Özümüz neynəmişik? Rza Şah gələndə nə qədər manovru vermişdi bu məmləkətdə, elə hamı, elə bizim türklərdən tutdu, ta ərəblər, bəluslar, bəqiyyə, hamısı. Ta mərkəzdə oturanlar, nə təriflər, nə mübaliğələr, nə həll olmaq onun vücudunda ki, Sərdar Milli gəlib İranı nicat verdi. Bu məşrutiyyəti tətil edirdi, biz cəşni tuturduq. Biləxərə məşrutiyyətin mövzuu buyurdu ki, gərək şah umur-i icraidə diqqət eləməyə. Rza Şah gəlmişdi, saxtıman düzəldirdi, caddə düzəldirdi, rahan düzəldirdi, amma hər şeyi özə əlinə almışdı. Yəni məşrutə tətil də. Məyə bizim elə o millətimiz bir 15-16 il ondan qabaq məşrutiyyət can verməmişdi. Nə cür olmuşdu ki, məşrutənin tətilini, cəşni tuturdu? Bunlar da bizi aradan aparıb. Bunlar da ki, biz düşünməmişik, öz əlimizlə öz rişəmizi kəsmişik. Çox yaxşıdır adam caddə düzətsin, mədrəsə düzətsin, amuzişkat düzətsin, amma bunları cəhət dövlət eləyə. Dövlətin vüzərası ki, xalqın məclis tərəfindən intixab olublar gərək eləyə. Nə bir şahi ki, inqilab-ı məşruta olmuşdu, ta onu kənara qoya və o icraiyyatda dəxalət eləməyə. Vəxti bu təfavütləri bülmürük, hələ Rza Şah Kəbir eləyirik və mən demirəm deməyək, yaxçılığın da deyək ki, hətta gəl bir besavad adamıdır ki, bir şeyləri düzəldirdi. Amma be qiyməti tətil qanun və tətil məşrutə. Aya bu qiyməti də deyirsiniz deyəndə, ya gözünüzü yumursuz elə fəqət tərif edirsiniz ki, saxtıman düzəltdi, caddə düzəltdi.
Demirsiniz nə tohinlər elədi, nə icbarlar elədi, öz vüzərasını necə öldürdü. Nə cür bir adam ki, ahirə bəsat nədaş o böyüklükdə sirvət sahibi oldu. Onların heç birini demirsiniz. Elə fəqət deyirsiniz düzəltdi. Xub bunlar bizim milləti aradan aparar. Biz gəlib bir ayıq millət olaq. Türkiyədən nisbətən bu ayıqlığı xalq göstərdi. İranda azlıq göstərdi. Və nəticəsi bu oldu. Mən fəqət Türkiyəni demirəm, çox yerlərdə. İndi baxın o ərabı ki, biz tohin ilə faslar ərəbi susmarxor deyirdi. İndi baxın görün nə iniblər bu dünyada. Nə qullahayı iftixar iqtisadını demirəm, demokrasi yaradıblar. Amma məmləkətlərdə hamısı nümunə-i rifah dünyadır. Bizimki nəftimiz, qazımız, hərzadımız olan heç birindən azlıq deyildi. Niyə bu fəlakətə düşmüşük? Ay mühəndisi, tövsiyə iqtisadi hər yanda əncam tapılıb, demokrasi də orada qabağa gedibdi. Yavaş-yavaş gedər və indi Ərəbistanda mümkündür neçə il sonra görəsiniz demokrasi vücuda gəlir yavaş-yavaş. Çünki tövsiyə iqtisadi olur. Siz ona fikrinizi verin ki, bu istemalçı deyirsiniz, bunların hamısında varmış. Niyə ərəblər eləyə bilib, biz bu cünə qalmışıq? Bizimki düzdür, yol düzəldirdi, tövsiyə iqtisadi eləyirdi, vəli amma ixtinaqı camiədə günbəgün artırırdı. Nə tövsiyə iqtisadımız da mövzunu mütəvazın, ağlıyla deyilmiş ki. Birdən görürsünüz ki, gəliblər otağı əsnaf qoyublar, çə o dövrə, çə bu dövrə, əsnafın əlin bağlayıblar ki, siz gəlib bu qiymətə satasınız. Məyər hamı bu əsnaf mühtəkirmiş. Bazar təyin elər qiyməti. Məyər sən eləyə bilərsən qiymət təyin eləyəsən. İqtisadda hökumətçi dixalət elədi, elə olar bu ki görürsünüz. Necə gəlib dində dixalət eləməyə, dində hökumətdə dixalət eləməyə, hökumət gəlib iqtisadda da dixalət eləməyə. Dixalət eləyəndə olar bu ki Bunlar indi görürsünüz. iqtisadda mafiya, elə həm şah zamanı indi mafiya cürrəyirlər. Mafiya, özlərinin adamları, özlərinin qovmu xişləri. O zaman indidən az, indi çox ondan çox. Yəni qabili qiyas deyil, amma o zamanda var idi. Amma indi çox ondan çox. İndi əsən bu hökuməti mafiya idarə edir. Həmin bunlar elə bunlar idi də, nə mənadır, atası gəldi zorla millətin hicabın götdü. Bunlar da zorla hicab başına qoyurlar. Bəli, bilirsiniz, vaxtı bir hökumət xalqa ərziş qail olmaya xalqın təsmiminə. Deyəm mənəm ki, deyərəm hicab qoyun ya götürün. O hökumət əslən vücudu şəhvəndə inkar edir. Deyir, bunlar rəiyyətdirlər. Mənim əlimdədirlər. Baxın, indi ki, öz səlahı görür İranda, hicabı da qoyub öz başına. Yəni, biləsən, mühim deyil. Mühim budur qala. Mühim budur bu bandılar orduya yiyə. Onlar ki, deyir, Cumhuri İslami bir ideolojik rejimdir, yalan deyir. Cumhuri İslami bir mafiya rejimidir. Nə İslama etiqadı var, nə heç zada əqidəsi var. Əqidəsi bunlardır ki, bir qüdrət də əlimizə yetişib, tələbə gələrdi hücrələrdə 5-3 şah vücuhatla yaşardı, indi olub həməkarə. Gələk bunu əlimizdən vermiyor. Məsələ budur. Bəli də, tam doğrudur. Yəni, bir hakimiyyət ki, bütün məraciyimizi bizim aradan aparıbdır, bizim dindarlarımızı aradan aparıbdır. O, hər nəyi dövlət edib. Axı, namazguzar nümunə. Axı, harada görübdülər? Bunlar Allah olubdular, əstəğfirullah. Namazguzar vaqeyini bunlar tapıb kəşf eləyələr. Əslən bir belə namaz möhrü yeri axı heç kəsin əqlinə gələr ki, doğudandır. Axı bu təzvir, bu riya
bu oyun çıxadırlar, təhəvvüavərdir bu camiədə. Dinin əsasını ləğləyiblər bunlar. Bir budur bir dinə Avropa təkin camiədə bir də qəbul elər, bir də qəbul eləməz. Amma hamı ehtiram qail olar deyər. Bu da dindardır, mən də bedinəm. İranda xalqı alerji tapıb dinə nisbət verən ki, bunlar dinlə xalqın başını kəsib. Dinlə xalqın malını yiyib. Dinlə xalqın namusuna təcavüz edib. Dinlə xalqı yollayıb cibhələrdə min yerinə yollayıblar uşaqları ki, minləri münfəcir eləsinlər, özləri ölsünlər. Xalq bunları çəkib, indi alerji tapıb. Din adı gələndə xalq qaçır verən ki, bunları görüb. Əgər bir də salim adam görsəydi ki, belə olmazdı. Bəli də din qoruyucu əslən İranda mən fikir eləyirəm, dünya səviyyəsində dinə nifrət eləyən qədər insan olmuyor. Nə xeyləsən heç yerdə bu deyil, bəli ki, hər yerdə demirəm Rönesansıda, nə midənin protestanlar, katoliklərin davasında zatda o zamanlar da bu işlər olub, amma onlar bilirsiniz Amma bu qədər din qoruyucu yox idi camiədə, ağay mən. Bəli, nə bilirsiniz əsən nə zamanın sözü idi. İndi dünya ayrı bir dünyadır. İndi oturursunuz huşu məsnui ilə danışırsan, səndən yaxdı firəlir, sənə yol qoyur. Bu dünya o dünya deyil ki, içində bir ruznamədə yoxudur oxumağa. Bu dünyada bunlar bu işləri görür. Odur ki, xalqın nifrəti var. Yəni elə biri sənin qabağı tutub, deyir, mən özüm qanmıram, səni də qoymayacam qanasan. Gərək mənim təkin əbləh qalasan. Məlumdur tərəfin əks eləməli nə olar. Ay mühəndis, bax bizim çıxış yolumuz nəticə istəyirəm alaq, bizim vaxtımız da azalır. Bax, çıxış yolumuzu xahiş edirəm. Bu millətə özünüz buyurasınız. Bəli, baxın, bizim çıxış yolumuz eyni ki, çox sadədir, çox da çətindir. Sadədir, bütün dünyanın hər yerində olub təcrübə olmuş bir yoldur. Budur ki, biz hamı yavaş-yavaş şəhvənd bərpayı xod istadə və öz hüququmuzu istəyən olaq, hamı cəmaətlərə, cəmiyyətlərə ehtiram qail olaq, hüquqi bəşəri qəbul eləyək, demokrasiya inanaq. Bu məsələni həll elər. Çətindir, bu rüsubat zehni ki, nəslilərdə gəlibdir və oturub məğzilərə, bunu silmək yerində bunu oturtmaq hər adamın işi deyil. Çoxlu insaf, səlamət, nəfs və himmət istəyir. Odur ki, ümidvaram ki, cavanlar ki, özgəşiblər, bu yola gediblər. İndi mən bağıram, baisi iftixardır İranda cavanlarla hər qovmiyyətdən, hər milliyyətdən, faslardan, türklərdən, bəqiyyədən elə adamlar aralarında görürəm, elə məlumatlı cavanlar görürəm ki, heç zatları azlıq deyil bundan çıxarışdadır. Yavaş-yavaş yollarını tapırlar. Gəlib bizim nəsillərimiz də o uşaq. Bu dəfə camiə bərəks olub. İndiyəcən ağsaqqəllər qabaqda idi. Ondan sonra müsinnilər, cavanlar onlardan özgəşərdi. İndi bərəks olub. İndi cavanlar olmasa sən özünə bir e-mail də düzəldənməsən. Nə midanam heç başarmasan ki, necə online bir şey alasan. Olardı ki, sənə özgədir. Zindəcanlığın müəllimi onlar olubdur. Kağız yazırsan, onlar yazır. İş görürsən, onlar görür. Xaricdəsən, dil başarmısan, onlar sənə tərcümə edir. İndi cavanlar qabaqdadır, sinnilər daldadır. Gərək onlardan özgəşək, onlardan bu azad fikriliği, bunu ki, dünya ilə gərək özümüzü tətbiq verək, bir dəfə özgəşək və beynimizə girək və bu yolu dəruni eləyək, bizim nicat yolumuz fəqət budur. Bəqiyyəsi zəvahirdir, bu ki, düzəldi, həm ittihad yaranar, həm opozisyon yaranar, həm hökumət yaranar. Əsli budur ki, bu qafa gərək düz çalışaq və gərək biz
dünya ilə mütabiq olaq. Bir də xaricdə biz necə birləşə bilərik? Bax, bunu da xahiş edirəm, elə bir müfəssəl bunun da haqqında buyurun. Fikir. Mən bilmirəm nə qədər vaxtınız qalır Var, vaxtımız indi. var, problem yoxdur. Bəli, baxın, mən barha demişəm, yolu budur ki, İranda müxtəlif qruplar var ki, müxtəlif qrupların maraqlı adamları var. Hər qrupun içində o ehtiramlı, maraqlı, sabiqəli adamları hamı tanır. Nisbətən bizlər də ki, 50 ildir bu işləyik, tanırıq çoxunu. İndiki intixabat olmaz ki, hər sinfidən adamlarını intixab eləyəsən. İntixabatın imkanı yoxdur. Cumhuriyet İslamı iş başında qoymaz intixabat olsun. Amma biz eləyə bilirik, bir seminar qoyaq bu cəmaətdən, məsələn, hünərməndlərdən, filmsazlardan, nevisəndələrdən, hüquqdanlardan, nə meydanəm, ərzə xidmətçisi, əsnafdan, hamısının möhtərəm adamları gəlir çağırılma. Hərəsindən 4 nəfər, 5 nəfər gəlir çağırılma. Sonra gələk əhsabdan, təşkilat-ı mədənidən, xanımlardan, ağalardan, cavanlardan, gələk maraqlıları çağırma. Sonra milliyyətlərdən, federalistlərdən və qeyri-federalistlərdən gələk çağırılma. Bir dənə böyük seminar gələk qoya Cumhuriyetxanlar ki, 5-600 nəfər bu cür adam yığışır. Ya huzuri, bir iddəsi huzuri, bir iddəsi də be komaki sosyal medya. Gələlə, qəbləz bu ki, yığışala, gələk əsnad və mədarik və təvafuqları eləmiş olala. Ora fəqət o əsnad və mədarik və təvafuqların در həqiqət qəbul yeridir. Nəinki orada taza başlayala bəhsə. O olmaz. Bence 2 gün vaxt olar, 2 gündə bir belə iş olmaz. Gələk bir neçə ay tədarük görələ və bahəm təmasda olala biz. Məsələn, İttihadı Cumhuriyetxana 2 il tədarükümüz vardı o zaman. O zaman çətin idi. Bu vəsail yox idi. İndi bu vəsaillə o 2 il olar 5 ay. 5 ayda gələk tədarük görə. Sonra bu seminar təşkil olar. Bir şuraya həmahəngi gələk intixab olar. Düzdür bu intixab millətdəyi, biritlərin intixabıdır. Amma bunlar özləri mورد ehtiramdırlar hərəsi bir cəmidə. Nisbətən bu şuraya həmahəngi bir ehtiram tapar, bir mənzələt tapar, bir yer tapar cəmaətdə və kəsb-i itminan elər. İcadı itminanın da yolun dedim 2 şeydir. Bir budur ki, şəffafiyyət olsun. Bunlar hər iş görürlər. Məxsusən mali qismətdə. Belə oğuzların açala kamil xəlqə deyələ neynir? Şahsına can hesab verələ. Bir də qəbul məsuliyyət eləyələ. Bir yerdə iştibah elədilər, deyələ iştibah elədik, üzrüsülük bundan sonra eləməlik. Şikəstə nəfsilik. Ehtiram-ı mütəqabil. Bu itminan icad elər. Bu vəziyyətdə o şuraya həmahəngi öz arasından məsələn dəbirkul, soxanqu, rabit beynəlmiləli, müdir təşkilat bu cür şeylər intixab eləyə ta ki bu məcmuə ki yaranır bir dana der həqiqət alternativ bir dana cayguzini bu rejim və mötəbər olar ki əşadan yaranır. Yəni hamı varmış. Qeyr az budur ki bir nəfər gedə bunu görə, onu görə, nə midanəm bina televizyon sahibi ola, onun köməyi ilə istəyə rəhbər ola. Bunu xalq özü düzəldi. Bu müvəffəq olar və bu məmləkətdə hamı hissələr ki müşarikəti var, hamı hissələr ayəndədə şərik olacaq və hamı hissələr ki bir demokrasi yaranacaq. Bizim ittihad yolumuz budur və burada mühim budur ki 2 fraksiyonu cumhuriyetxahlar, yəni federalistlər və qeyri-federalistlər səmimanə bahəm həmkarlıq eləyərlər. Tənha yol budur. Mən yəqinim var. Bəlkə olardı ki belə bir seminarı qoya bilər. Bəqiyyənin o təşkilatı yoxdur ki bu seminarı qoya bilər. Tam doğru.
Doğrudur. Çox sağ olun ağa. Təşəkkür edirəm ki, proqramımızda iştirak elədiniz. Gələn seri mən düşünürəm ki, ağa, əgər imkan olsa fars dostlarımızdan da çağıraq. Həm sizlə, həm müzakirə Var eləyək Kemal və Bey. onu biz məsləhətləşərik. Görək kiminlə lazımdır çağıraq. Dostlar, inşallah gələn həftə yenə də bizim proqramımızı izləyin. Xahiş edirəm dostunuza, tanışlarınıza da bizim linklərimizi göndərin və hər nədən artıq bizə öz fikirlərinizi, öz düşüncələrinizi WhatsApp vasitəsilə bu şumarə WhatsApp-ından, yəni 001 619 631 97 23 bu telefonun WhatsApp-ından öz pəyamınızı mənə verə bilərsiniz və aşağıda da əgər məsləhət bilsəz, istəməsəz WhatsApp-la əlaqə saxlayasınız, aşağıda o kommentlərdə öz fikrinizi bizə yazın. Sağ olun, şad qalın, dostlarınıza da bizim linklərimizi göndərin, üzv olun və like eləyin və fikirlərinizi həttəmən yazın. Sağ olun, Allah amanında. Gələn görüşlərə qədər Allah'a tapşırdım sizi. Sağ olun, şad qalın, gələn görüşlərə qədər.